Salam, mən MHM Tədris Mərkəzinin tarix müəllimi Mələk Məmmədova. Bu gün biz böyük coğrafi kəşflər haqqında danışacağıq. Görək kim hara yol tapmışdı. Deməli, Bartolomey Dias 1487-88-ci illərdə Hindistana dəniz yolu axtarır və Afrikanın qərb sahilləri boyunca cənuba doğru üzür, amma Hindistana gedib çıxa bilmir, sadəcə Ümid burnuna qədər gəlib çıxa bilir. Bunu necə yadda saxlayırıq? Ümid D ilə bitir, Dias D ilə başlayır. Xristofor Kolumb isə 1492-ci ildə Hindistana yol axtarmaq üçün qərbə doğru üzür və gəlib Amerikaya çatır. Özü də bilmədən Amerikanı kəşf edir. Bunu da K-lərlə yadda saxlayır. Kolumbun K-si, Amerikanın K-si. Bəs kim yol tapdı Hindistana? Vasco da Gama. Görürsünüz necə qafiyələnir Hindistana, Vasco da Gama. Bu da 1498-ci ildə gedib Hindistana çıxmışdır. Fernando Magellan ilk dünya səyahətini həyata keçirən şəxs idi və o Filippində yerlilər tərəfindən öldürülmüşdü. Bunu da fe'lərlə yadda saxlayırıq. Və böyük coğrafi kəşflər nəticəsində dünya ticarəti yaranan müstəmləkə işğalları başlayır. Bu hadisələrin nəticəsi olaraq merkantilizm siyasəti meydana çıxır. Merkantilizm siyasətini necə asan yadda saxlayaq ki, nə deməkdir? Mer, pul ver. Bəs pulu adama elə belə verirlərmi? Xeyr. Nə isə satmalısan ki, qarşılığında pul versinlər. Merkantilizm siyasətini həyata keçirənlər də deyirdilər ki, məhsul istehsal eləyək, sataq, bizə pul versinlər. Biz məhsul almayaq, məhsul verək, pul alaq.